Həmin o gün gəlib çatdı. Bəli. 3 iyun və mənim 24 yaşım tamam oldu. Bu illər ərzində mən yalnız ilk növbədə nə edirdimsə özüm üçün edirdim. Çünki özüm üçün etsəm və uğurlu nəticə əldə etsəm, daha sonra ailəm və gələcəkdəki quracağım ailəm üçün hər şey edə biləcəm. Allah mənə böyük bir imtahan bəxş etdi. 4 il bundan öncəyə qədər heç bir sosial şəbəkələrim ilə əlaqəyəm yox idi. Kəsilmişdi. Elə bil hər tərəfdən yollarım bağlanmışdı. Sadəcə TikTok hesabım var idi. Musiqi işimlə bağlı hər hansısa bir yenilik edə bilmədim. İnanırdım ki, etsəm də daha böyük yerlərə gəlməyə nail olacam. Amma xeyrisi beləymiş və artıq bu doğum günümdə yeni bir Instagram hesabı açaraq bir baxma sıfırdan deməyək də sadəcə səbir edərək işimə davam etməyə başladım. Yeni bir YouTube kanalı açaraq işlərimə tam qaz və tamam başqa işlərlə qayıdacam. İlk növbədə özümə əminlik bildirirəm. Bu ilə qədər hər zaman mənim yanımda olan hər kəsə, hər zaman mənə dəstək olan hər bir kəsə başda ailəm olmaqla çox sağ ol deyirəm. İnşallah uğurlarımı sizinlə paylaşacağam. Ən qısa zamanda çox böyük şeylər edəcəm. Allah hər kəsə səbir və şükür etməkdə kömək olsun. Çünki səbir və şükür etdikdə bəzi şeylər alınmasa, bəzi şeylər çox gözəl alınır. Allah gecikdirirsə, deməli gözəlləşdirir.